Bir model var ki, onun təqdimatında bacaran varsa xarab eləsin deyirdilər. Adventure sinifinin nümayəndəsi olan Himalayan 450 ekonom yanacaq sərfiyyatı və dözümlülüyü ilə seçilir. Asfaltla kifayətlənməyib hər cür yol şəraitinə tab gətirməsi üçün Himalayan 452 kub santimetrlik mühərrik, 40 at gücü və 40 Nm torkla hər yola meydan oxuyur. 120 mm-lik qabaq və 270 mm-lik arxa disklərlə on-off edə biləcəyin ABS sistemi ilə nə qədər sərt getsən də bu əyləclər sənə xəyanət etməyəcək. Öndə 21-lik, arxada isə 17 düymlük təkərləri sayəsində istər dağ, istər qum, istərsə də çınqıllı yol olsun, fərqi yoxdur, hər şeyə hazırdır. Maye soyutma sistemi mühərriki daim stabil temperaturda saxlayır. 17 litrlik çəni sayəsində isə uzaq yola çıxarkən harda benzin doldurum yox, daha çox haraları gəzə bilərəm haqqında fikirləşəcəksən. Google xəritələri dəstəkləyən monitoru ilə da bilmədiyin yol qalmayacaq. Bu motosiklin ən mənfi cəhəti odur ki, bununla yola çıxdınsa dayanmaq istəmirsən.